Növbəti pasiyentimiz 36 yaşında xroniki pelvik ağrı, yəni çanaq ağrısı şikayətinə bizə müraciət etdi. Müayinə əsnasında uşaqlıq boynunda endometrioid kistalar, endometrioz ocaqları izlədik. Ümumiyyətlə endometrioz nədir? Bu mövzu haqqında bizə çox suallar gəlir ki, doktor xərçəngdirmi, xərçəng yarada bilərmi? Bax, bu sualları çox verirsiniz. Ümumiyyətlə endometrioz bizə adət verən, yəni endometrium dediyimiz qatının, uşaqlığın daxili qatının həmin lokalizasiyadan kənarda yerləşməsidir. Uşaqlığın cisim əzələ qatında, borularda, yumurtaqda, uşaqlıq boynunda, uşaqlıq yolunda. Yəni, normalda olduğu yerdən kənarda yerləşməsidir. Və əsas simptomları xroniki pelvik ağrı dediyimiz çanaq nahiyəsində olan ağrılar, cinsi əlaqə zamanı olan ağrılar, sonsuzluq, adətən ləkələnmə tərzi başlayıb, ləkələnmə tərzi bitməsidir. Bax, adətən bizə xəstələrimiz bu simptomatika ilə müraciət edir və endometriozun özündə qreydləri var, yəni dərəcələri var, 4 dərəcəsi var və ağırlıq dərəcəsinə görə dəyişir. Amma mütləq və mütləq 4-cü qreyddə olan endometriozda simptomatika daha güclü olacaqmı? Xeyr, ola bilər ki, olmasın. Sadəcə ultrason müayinəsində aşkar olunsun. Bəzən 1-ci, 2-ci qreyd olan durumlarda da ağrı simptomları və yaxud da qanamalar daha şiddətli baş verir. Müayinəsi necə aparılır? Ginekoloji kresloda müayinə, ultrason müayinəsi, ehtiyacı olduqda MRT müayinəsi, ən dəqiq diaqnozu isə bəzən laparoskopik görüntüləmə və biopsiya nəticəsində aparılır. Müalicəsi isə hormonal müalicədir. Simptomların ağırlığından, yəni qanaxmanın xarakterindən, ağrıların xarakterindən asılı olaraq adətən hormonal müalicə, bəzən isə cərrahi müalicə icra olunur. Və endometrioz xərçəngdirmi? Deyil. Endometrioz xoş xassəli patologiyadır. Yaranma səbəbi adətən hormonal dəyişikliklər, genetik meyillilik, immun sistemin zəif olması bir çox səbəblərdən, yəni konkret bir yaranma səbəbi yoxdur, multi bir səbəblərdən yarana bilər və onun səbəbini aydınlaşdırıb doğru düzgün müalicə elədiyimiz halda simptomlar da itir, xəstəni incitmir. Belə, düşünürəm endometrioz haqqında yetərincə məlumat verdim. Yenə də nə suallarınız varsa cavab verə bilərik. Amma saydığım simptomları olan pasiyentlərdən ricam olar ki, mütləq və mütləq həkimin konsultasiyasına getsinlər. Yalnız UZI ilə yetərlənmək doğru deyil. Həkimlərin ginekoloji masada baxışı çox önəmlidir.